İndi isə daha ətraflı. Bugün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvan SSR İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-sında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edib. Bununla da 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edilməsinə başlanılıb. Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci il Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub. O vaxtdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü olaraq bayram edilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Selam dostlar. Yine de bir konuda biraz beyin fırtınası yapmak istedim. Biraz düşünmemizi istedim. O da Dünya Azərbaycanlıları Həmrəylik günü. Dayanışma günüdür. 31 dekabrın Həmrəylik günü seçilmesi Azərbaycanla İranda sınırların açılması ve o yan bu yan Azərbaycanlılar birbirine qovuşması ilə əlaqədardır. Sonra da həman fikir, yəni Dünya Azərbaycanlılar Həmrəylik günü Azərbaycanın Milli Məclisində onaylanır. Və Dünya Azərbaycanlıların Həmrəylik günü Azərbaycan Respublikasının bayrağı altında bir tutmaya, bircə etmə və bütövləşməyə bir cəhd sayılır. Əlbəttə ki, bir açıdan çox gözəl bir işdir. Yəni, bir xalqa aid olan və iki fərqli ölkələrdə yaşayan insanların bir-biri ilə dayanışmada, həmrəylikdə olmaları və bir-birinə yaxınlaşmaları əlbəttə ki, çox önəm daşıyır və çox da zəruri və lazım bir işdir. Amma burada Azərbaycanlılar dediyimizdə Azərbaycan Cumhuriyyətində və ya Azərbaycan Respublikasında bir mənası var. İrana gəldiyimizdə, yəni Güney Azərbaycanda bir başqa mənası vardır. Yəni Güney Azərbaycana gəldiyimizdə Azərbaycan türklərin yaşadığı vətəndir. Yəni vətənin adı məhsub olur Azərbaycan. Güney Azərbaycanda milli kimliyin adı yalnız türk tanınır və dili də türkü ya türkçə adlandırılır. Baxmayaraq ki, son zamanlarda bizim bəzi siyasilərimiz həm dilimizin adını biraz dəyişmişlər, onu qoymuşlar Azərbaycan türkçəsi. Həm də elə biraz milli kimliyimiz haqda göz yummaları və Azərbaycan Respublikasının ədəbiyyatı ilə uyğunlaşdırmağa çalışırlar. Hətta bizim o siyasi kəsim yavaş-yavaş türk sözünü də götürüb özlərinin Azərbaycancı kimi təqdim edirlər. Bu zehniyyət və bu ədəbiyyat daha çoxunluqla istiqlalçı kəsim və bütövçü düşünən kəsim arasında daha çox yaygındır və hətta bəzən sözü başlayıb sözlərini bitirinə qədər hətta bir kəlmədə türk sözünün onların dilindən eşitmirsən. Bəlkə daima Azərbaycanlı, elə Azərbaycanlılar şələ unvanı ilə bizim milli kimliyimizin adı türkdən Azərbaycanlıya çevrilmiş bir durumda kimi göstərilir. Xalq içində, xalq ağzında milli kimliyimizin adı türkdür və Quzey Azərbaycanda 1-ci Cumhuriyyət və 2-ci Cumhuriyyətin quruluşunda anayasalarda hər ikisində də dilimizin adı türkü keçir və milli kimliyimizin adı da türk tanınır. Amma bu son zamanlarda bu dəyişikliyi Azərbaycan Respublikasında görmək olur və o ədəbiyyatı Güney Azərbaycanda yaymağa da əlbəttə ki çalışılır. Azərbaycan Respublikasına baxdığımızda isə anayasada rəsmən dilin adı Azərbaycanca və Azərbaycan bir dövlətə çevrilməsi üçün orada vətəndaş adı, yəni Azərbaycanlı adı deyilir. Yəni orada həm türkü var, həm erməni var, həm talış var, həm ləzgi var və sonuna qədər. Bizə gəldiyimizdə etnik fərqliliyi Güney Azərbaycanda eynidir. Yəni
Kuzey Azərbaycan kimi. Amma burada hər kəs özünün etniyin adı ilə tanıtdırır. Mən türkəm, ya ermənidir və o kürddür. Amma kimsə üçün devlətə çevrilməyib və Azərbaycan bir siyasi status tapmayıb, kimsə özün Azərbaycanlı tanıtdırmır. Amma bunu da bir parantez içində deməliyəm ki, İranda geçən yüzildə assimilasyon politikası və türkləri əzməsi və təhqir etməsi sayəsində bəziləri türklükdən qaçsınlar deyə özlərini Azərbaycanlı tanıtdırırlar. Yəni türk sözü işlənməsin sözlərində deyə Azərbaycanlıyam deyə, ya Təbrizliyəm deyə, ya Urmiyəliyəm deyə özünü tanıtdıra bilir. Yəni orada türk sözünü dilində gətirməməsi və həqarətə məruz qalmasın deyə sözləri bu formada, yəni milli kimlikdən qaçaraq istifadə edir. Amma son zamanlarda dediyim kimi Güney Azərbaycanın siyasi kəsimlərinin, xüsusən istiqlalçı və bütövçü kəsimində yavaş-yavaş türk sözü haşiyə gedir və Azərbaycanlıyıq deyə danışanda, deyəndə, yazanda hər yerdə Azərbaycanlılar söz konusu olur. Halbuki Azərbaycan Respublikasında Azərbaycanlı dediyində tamam vətəndaşlar Azərbaycanlı sayılırlar. Çox böyük bir yanlışlıqlar var orada. Yəni orada türk sözünün yerinə Azərbaycanlıyam deyə işlənilir. Orada yəni türklər Azərbaycanlıyam, amma ermənilər, kürdlər, talışlar Azərbaycan vətəndaşı olduqlarına görə də Azərbaycanlı sayılırlar. Yəni mesela bir talışdan soruşsan ki, sən kimsən, haralısan, deyəcək mən talışam, Azərbaycanlıyam. Amma bir türkdən Azərbaycanda, Azərbaycan Respublikasında yaşayandan sorsan ki, sən kimliyin, milli kimliyin nədir və harda yaşayırsan, deyəcək mən Azərbaycanlıyam, Azərbaycanda yaşayıram. Yəni milli kimliyinin adını coğrafi kimliyindən değişmiş bir durumdadır. Təəssüflə bizimkilərin də bir bölümü bu ədəbiyyatı bilə-bilə və ya bilməyə-bilməyə Güney Azərbaycanda və türklər içində bunu yaymağa çalışırlar. Halbuki vətən adı, ölkə adı və milli kimlik adı tamamən başqa şeylərdir. Yəni vətən adı deyək, mesela türklərə vətən dediyində Güney Azərbaycan vətənidir. Güney Azərbaycan türklərinə ölkə dediyində İran ölkədir. Azərbaycan Respublikasına getdiyimizdə orada hər kəsə, yəni ləzgisənsə, kürdsənsə, ermənisən və ya türksənsə Azərbaycan vətənində və Azərbaycan ölkəndir. Amma milli kimliklər, milli varlıqlar eynidirlər. Yəni kürdlər özün kürd, talışlar özün talış, ermənilər özün erməni tanıtdırır. Amma türklərə gəldiyimizdə orada özün Azərbaycanlı kimin təqdim edir. Yəni türk deyil, Azərbaycanlıyam, Azərbaycanlıyam. Yəni həm Azərbaycanlıyam, yəni milli kimlik, həm də Azərbaycanlıyam, yəni vətən, harda yaşayıram, hansı ölkədə yaşayıram. Çox böyük yanlışlıqdır. Bu yanlışlıq əlbəttə Türkiyədə də bir başqa formasında vardır. Türkiyədə Türkiyə vətəndaşı anayasada türk adlanır. Nə mutlu türkəm deyənə türklər üçün deyil, Türkiyə vətəndaşları üçündür. Çox böyük bir yanlışlığa Türkiyədə yol açmışdır. Yəni nə mutlu Türkiyəliyəm demə yerinə nə mutlu türkəm işlənib. Bizimkilər də yəni güya zənn edirlər ki, o nə mutlu türkəm deyənə qəsdi türklərdilər. Daima bizimkilər də onu təkrar eləməkdə nə mutlu türkəm deyənə. Halbuki orada nə mutlu türkəm deyən, yəni nə mutlu Türkiyənin vətəndaşıyam deyənə mənasıdır. İndi yenə qaydaq Azərbaycan və həmrəylik günü məsələsinə. Yəni qarma-qarışıq bir qavramlar, doğru olmayan sözlər və sözcüklər, adlar bizim milli kimlik və milli vətənimiz haqqında deyilir. Azərbaycanda Azərbaycanlı olmaq, yəni Azərbaycan ölkəsinin vətəndaşı olmaqdır. Orada erməni var, talış var, kürcü var, kürd var və türk var. Amma bunların içində yalnız bir milli qrup, öz milli qrupunun adını demir, türklər. Yəni Azərbaycanda türklər özlərinə də Azərbaycanlı adlandırırlar. Halbuki orada, həmin orada kürdlər özlərini kürd, talışlar özlərini talışlı
milli kimlik açısından, o etnik açısından adları düz deyilir. Amma türklərin adları öz vətənlərində düz deyilmir. Güney Azərbaycana gəldiyimizdə, Güney Azərbaycanın heç bir statusu yoxdur. Yəni dil, milli dil baxımından ölkədə bu dil rəsmiyyətə tanınmır. Milli bölgə baxımından bu bölgə bir bölgə olaraq rəsmiyyətə tanınmır. Yəni siyasi bir statusu yoxdur yəni Azərbaycanın. Burada bizim ən mühüm özəlliyimiz türklüyümüzdür. Yadınızda olsa bir şüar çıxmışdı. Haray haray mən türkəm. Yəni İranda türklər hücum altında, türklər assimilasyona məruz qalır, türklər əhanətə məruz qalır, Azərbaycan deyil. Amma biz Türk adını götürüb Azərbaycanla adını onu yerinə yerləşdirmirik. Yəni nə? Yəni bugün assimilasyon politikasını sürən İranda bizim bu dostlarımız ki bizi Türk adından Azərbaycan adına çevirirlər, əmələn İran rejiminin assimilasyon politikası ilə öz ədəbiyyatlarını uyğunlaşdırırlar və onların istəyinə yaxınlaşırlar. Yəni İran dövləti istəyir ki, biz özümüzü Türk adlandırmayaq, Azərbaycanlı ya Azəri adlandıraq. Bizimkilər də güneydə özlərin quzey ilə uyum sağlamaq üçün bizdə başlayıblar Azərbaycanlı adlandırırlar. Güney Azərbaycanın tarixinə baxdığımızda biz bir dövlət sahibi olmuşuq. Yəni ənənəvi uzun zaman 1000 il türklərin İranın siyasi coğrafiyasında dövlətçiliyinə baxmayaraq 1945-ci ildə Güney Azərbaycanda Azərbaycan Milli Hökuməti yaranmış. Yəni bizə bir Güney Azərbaycanda dövlətçilik ənənə və tarixi qurulmuşdur. Yəni istər-istəməz Güney Azərbaycan siyasi tarixinə baxdığımızda özünə görə bir siyasi birimdir, bir siyasi vahiddir. Çünki dövlət qurulubdur orada. Azərbaycan Milli Hökuməti qurulubdur. İndi bu saatda Azərbaycan, yəni Güney Azərbaycanda siyasi hərəkətlərin hamısı Güney Azərbaycanda dövlət qurma çabasındadılar. Yəni o tarixi ənənəni, 1945-ci ənənəni bir dəfə də ən yaxın gələcəkdə əlverişli olan zaman gerçəkləşdirmək istəyirlər və Güney Azərbaycanda bir dövlət qurulmağı lazımdır. Yəni Güney Azərbaycan əsasən əvvəl, hər şeydən əvvəl bir siyasi status qazanmalıdır. Yəni bir siyasi birim ya vahid kimi tanınmalıdır və özünü idarə etməlidir. Bu dövlət və ya bu status ya İranın içində bir federal formada qurulmalıdır, ya bir müstəqil dövlət qurulmalıdır. Hər halda bu ikisi məqdurdur siyasi tarixə görə. Hər halda hər ikisi də olursa və ya hamısı olursa da Güney Azərbaycan bir siyasi birimdir. Bir siyasi ölkə olma qabiliyyəti və bir dövlət olma qabiliyyətindədir və o qurulacaqdır. Bu dediyim, yəni Azərbaycanda iki dövlətin qurulması, yəni Kuzey Azərbaycanda qurulmuş Azərbaycan Respublikası və Güney Azərbaycanda bir türlü ya müstəqil bir Güney Azərbaycan Cumhuriyyəti və ya İranın içində bir siyasi federal dövlətin qurulmasına nəticələnəcəkdir. Yəni bunu demək istəyirəm ki, bu iki bölgə iki dövlət sahibi olacaqdır. Necə ki iki dövlət sahibi olmuşdur. Yəni oradakı dövlət halen devam edir həyatına quzeydə, amma şimalda dövlət bastırılmış və indi o dövlətin qurulmasına çaba göstərilir. Nə deməkdir? Yəni həmrəylik dediyimizdə, dayanışma dediyimizdə bu iki bölümün arasında iki siyasi coğrafiyanın və iki siyasi birimin bir-biri ilə həmrəyliyi və dayanışması söz konusudur. İki birim və ya iki dövlət olduğunda orada iki dənə də bayraq olmalıdır da, elə deyil. Hər bir dövlətin bir bayrağı. Amma bugün Azərbaycan Respublikasının 31 dekabr adlanan gündə yalnız bir bayraq meydandadır. Bir bayraq altında həmrəyliyə və dayanışmaya dəvət olur. O da Azərbaycan Respublikasının bayrağıdır. Yəni Güney Azərbaycandan bir bayraq orada yoxdur. Halbuki Güney Azərbaycanda 1945-də bir dövlət qurulub və o dövlətin bayrağı vardır. O dövlətin bayrağı ilə bugün Azərbaycan Respublikasının bayrağı bir arada dayanışmadan və həmrəylikdən söz aparmalıdır. Amma 31 dekabr
Dünya Azərbaycanlıların həmrəylik günündə yalnız Azərbaycan Respublikasının bayrağı görülür və Güney Azərbaycanda qurulan Azərbaycan Milli Hökumətinin bayrağı orada gözə çarpmır. Bir başqa tərəfdən də bu həmrəylik və dayanışma əgər hər iki tərəfdə də, yəni quzeydə və güneydə hər ikisində də dövlət olsaydı, bu dövlətlər bir-biriyle anlaşanda və dayanışma günü təyin edəndə dünya Azərbaycanlıların həmrəylik gününü seçə bilərdilər. Halbuki bugün Güney Azərbaycanda belə bir status yoxdur. Yəni Azərbaycan vətəndaşı adında bir şey yoxdur. Niyə? Çünki orada dövlət yoxdur. Bir çəlişki içindəyik. Yəni Güney Azərbaycanda türklər var, Quzey Azərbaycanda dövlət quruluşu üçün Azərbaycan vətəndaşı vardır. Yəni həmrəylik günündə kim kimdən həmrəylik edir? Türklər mi bir-biri ilə dayanışmaya girirlər, yoxsa Azərbaycan Respublikasının vətəndaşları ilə, yəni Erməni, Kürd, Tarış içində güneydə türklərlə həmrəylik elan edirlər? Kim kimlə həmrəylik və ya dayanışmaya geçir? Biraz diqqət etdiyimizdə qarmaşıq bir durumu təşxis edə bilirsiniz. Daha dəqiq odaqlanırsaq, Azərbaycan dövləti tərəfindən dünya Azərbaycanlıların həmrəyliyini istəmə və o da Azərbaycan Respublikasının bayrağı altında keçmə, yəni dünya Azərbaycanlıları bu bayraq və bu dövlətdən himayətə çəkir. Burası da heç iradsızdır və burası çox gözəldir. Amma 31 dekabr dünya Azərbaycanlıların həmrəylik günü Güney Azərbaycanda yaşayan insanlara, türklərə, deyək Güney Azərbaycanda yaşayan insanlara hangi dəstəyi verir? Hangi yardımı edir və hangi adımı atır? 31 dekabr həmrəylik günü tamam Azərbaycanlıları Azərbaycan Respublikası bayrağı altında birləşdirməyə çalışır. Yəni burada Güney Azərbaycanda bir bayrağın olması kökündən unudulur. Güney Azərbaycanda yaxın gələcəkdə bir dövlətin quruluşunu tamamilə gözdən atır. Çünki bu çağırışda Güney Azərbaycan dövlətçiliyindən heç bir xəbər yoxdur və Güney Azərbaycan dövlətçiliyindən heç bir işarət və nişanət, yəni Azərbaycan Milli Hökumətinin bayrağından heç bir əsər yoxdur. Son cümlələrim belə olsun ki, bu dayanışma günündə əcəba kim kimə yardım etməlidir? Əliyalın Güney Azərbaycanda yaşayan türklər dövlət sahibi olub və çox güclü mali qaynaqlara sahib olan Azərbaycan Respublikasına mı köməklik edəcəklər? Yoxsa yox, Azərbaycan Respublikası o geniş mali qaynaqlarından Güney Azərbaycanın və türklərin İranda dirçəlməsinə bir yardımda bulunacaqdır. Son sual budur. Kim kimə yardım edəcəkdir və ya kim kimə yardım edə bilir deyə 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü haqqında düşünüb daşınmalıyıq. Başlanğıcda dediyim kimi, burada da yalnız Azərbaycanlıların həmrəylik günü haqqında beyin fırtınasına baş vurduq və oradan çıxan sonucları kəlmələr, cümlələr və fikirlər formasında sizə təqdim etdik. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.